gələcəyinizi şüşədən bir ev kimi tikirsiniz. Hər tərəfi xoşbəxtlik və uğurdan, günəş və işıqdan ibarətdir. Amma həyat da sürprizlərlə doludur. Yəni taley bircə dənə daş atsa bu evə, bütün ev çirik-çirik olub töküləcək. Və həyatlarını belə şüşədən ev kimi quran insanlar, həyatlarını göstəriyə çevirən, əyləncəyə çevirən, var-dövlət, material dəyərləri, üzlərinə sürtdükləri krem, gəzdikləri ölkələr, bunları nümayiş etdirən insanlar xoşbəxt görünsə də əslində o şüşədən evin içində tir-tir əsirlər ki, bir də gördün toylar olmadı, bir də gördün işdən qovdular, bir də gördün sevdiyin insan çox pis xəstələndi. Bir də gördün, gözünün biri tutulmağa başladı. Uzun illər dayanmadan bədbəxtlikdən xoşbəxtliyə doğru qaçırıq. Nə qədər uzun yol gedirik, uzaqlaşırıq bədbəxtlikdən. Amma elə başımızı çeviririk ki, bədbəxtlik düz böyrümüzdədir. Bu prankı görmüsünüz yəqin, iplə ilanı adamın ayağına bağlayırlar və hara qaçsa ilan dalıyca gəlir. Yəni sən xoşbəxtlik mərtəbəsində olmaq istəyirsənsə, bilməlisən ki, bədbəxtlik də həmən mərtəbədədir. Bədbəxtlik və xoşbəxtlik qapı qonşularıdır. Yəni sənin seçdiyin bu mərtəbədə hər ikisi ilə üzləşəcəksən. Gecə tezi var, amma qaçılmazdır. Ola bilər ki, illərlə qarşına elə xoşbəxtlik qonşusu çıxsın. Amma bir gün görəcəksən ki, liftin qapısı açılır, bədbəxtlik müəllim yavaş-yavaş sənə tərəf gəlir.